Möhtərəm hakimlər, axı bu yazıq yetimin nəyi var ki, nəyi də müsadir olma? Bir Həsir deyir, bir də Məmməd Nəsir. Quru canıdır ki, onun da bilirsiniz də qiyməti 10 il 15 il. Qaldı onun var yox, o da olsun 7 manat yarım. Ah, 7 manat yarım. Xalça, billur çılçıraqlar, 3-4 tane xaladenlik zil, stenka mebel, bunlar hamısı cehizdir də. Müttəhim evlənəndə stenka mebel yox idi. Doğrudur. Evlənəndən 15 il sonra qaynanası cehiz göndərmişdir şahidlərin qolu ilə. Bəs sürdüyü qaz 24 kimindir? O da qaynanasınındır. Lotereyasına düşüb. Bu da qəbz. Bəs kooperativ mənzil? O da qaynanasınındır. Buyurun. Bu da ordu. Yaxşı deyin görüm, bağ, mərmər çərhöz, 3 mərtəbəli bina. Bəs onlar kimindir? Hamısı qaynanasınındır. Bəs zərgərlik mağazasından alınmış brilyant qaşlı üzüklər, sırğalar, qolbağlar, medalyonlar, kulonlar. Möhtərəm hakimlər, mən bir şeyi başa düşə bilmirəm. Kişinin nəyinə lazım? Sırğa, klon, kişiyə bircə üzük lazımdır, onu da keçirdib də barmağıma. Asılqanda işləməklə bu qədər daşqaşı qaynanası necə ala bilərdi? Sözünüzdən belə çıxır ki, bunun qaynanası da müsadir olunmalıdır. Hə?